Dəyərli izləyicilərimiz, sizə elə bir ev çəkib təqdim eləyirəm ki, yaşayışlı, ətraf tam yaşayış, sənədləri qaydasında olan, bugünkü gün 1 manat belə xərc tələb eləməyən, hətta mən deyərdim ki, qabağa düşürsünüz bu evi almaqla. Deməli, kombisidir, mətbəx mebelidir, yəni o sökülməli olan şeylər sökülməyəcək, təbii ki, qalacaq. Ev sahibi deyir ki, burada hər şəraiti yaratmışam da, mən indi bir-bir sizə göstərəcəm. Bura qonaq otağıdır, hörmətli izləyicilər. Əşyalarla bağlı kim istəsə əlavə danışıq aparmaq, baxın müəllimlə danışıq apara bilər. İnterneti qaydasında, bu da qəşəngdir, ağca qanad çat girmir də, havalanma da yaxşıdır. Deməli, bu evin giriş qapısıdır. Girdik, sağda qonaq otağıdır, solda yerləşir mətbəx. Mətbəx istifoldur, hörmətli izləyicilər. Pəncərələrdə raşotkalarına qədər qaydasında, istilik batareyaları qaydasında, qaz, su, işıq daimidir. Hamamın aksesuarları, baxın görürsünüz, hamısı qəşəng yerli yerindədir. Burada yerləşir bir yataq otağı. Əşyalarla bağlı öz aranızda əlavə danışıq apara bilərsiniz. Hörmətli izləyicilərimiz, qaz, su, işıq daimidir. Sənəd paket kupçadır. Yəni ki, bugünkü gün gəlin düşün qeydiyyatı. Amma qeydiyyatdasınız burada? Yox, bir nəfər deyil. Hə, o da ki, yəni ev adını olan. O da ki, avtomatik çıxır. Allahın köməyi ilə kim alsa, bir düşəcək sənə videoda. Kim alsa birbaşa qeydiyyata düşə bilər. Həyətinə avtomobil daxil olur. Baxın, evin ətrafına keçmək mümkündür. Zirzəmisini göstərəcəm. Hündür zirzəmisi var. İki qəşəng şəraitlər yaradıb burada. Baxın, belə bir evimiz satılır. Həyətinə avtomobil daxil olur və sizə deyim ki, baxın, burada yalnız sizə baxır. Bu yol ancaq sizə baxır. Avtomobilləri burada da saxlaya bilərsiniz. Yəni, həyətiniz tam rahat sizə qalsın. Burada bir şey yaratmaq olar. Biz o evdə yaşayış yoxdur, amma belə bir şifer qoymaq olar. Nəsə onun həlli var. Onun da həllini tapmaq olar. Ev qəşəng evdir. Baxın, zirzəmisində görə qəşəng şərait yaradılıb. Belə bir evimiz satılır 68.000 manata. 68.000 manatdır. 3 otaqdır, nəmişlik falan yoxdur. Əla yerdə yerləşir. Masazırda 569 nömrəli marşrut dayanacağından 100 metr məsafədə. 100 metr məsafədə. Kimə bu ev maraqlıdırsa zəng eləsin, Allahın köməyi ilə endirim də nəzərdə tutulub. Sağ olun.